30 il yaritmaz fəaliyyət göstərən, indi isə tarixin zibilliyinə atılan ATƏT-in Minsk qrupu Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı yaradılmışdı. Bu məsələnin birbaşa onun gündəliyində olmağına baxmayaraq heç bir iş görməmişdi. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib. Belə desək, 30 il boyunca Azərbaycanın fəxri turistləri olmuş həmsədrlər, onların köməkçiləri, çanta daşıyanları eş-işrətlə məşğul olublar. Xüsusi nümayəndə Anji Kasprişkin fəaliyyəti isə bu prosesin necə bir komfort zonasına çevrildiyini sübut edirdi. Regiondakı şəhərlərdəki lüks həyat tərzi və prosesin uzanmasından əldə edilən maddi-mənəvi qazanclar vasitəçilərin marağının həldə deyil, dondurulmuş vəziyyətdə olduğunu göstərirdi. ATƏT-in Minsk qrupunun keçmiş Amerikalı həmsədri Richard Hoaglandın bu sözləri elə yerinə düşür. Biz 5 ulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik, yaxşı yaşayırdıq və ara bir ATƏT-in bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışdım, çox az iş görülürdü. Richard Hoagland ATƏT Minsk qrupunun həmsədrlərinin Qafqaz səfərlərində çəkdikləri keyfin üstünü tam açmasa da, çox az iş görülürdü deyəndə fəaliyyətin miqyasını əslində şişirdir. Bir mənalı demək lazımdır. ATƏT-in Minsk qrupu yarandığı gündən bəri heç bir iş görməyib, heç bir nəticə əldə etməyib. Münaqişə dövründə ATƏT-in Minsk qrupunun yaratmaz fəaliyyəti isə Azərbaycan cəmiyyətində uzun illər haqlı olaraq ciddi narazılıq doğuran məsələlərdən biri olub. Formal olaraq vasitəçilik missiyası daşıyan bu qurumun həmsədrləri ABŞ, Fransa və Rusiya 10 illiklər ərzində münaqişənin həlli ilə bağlı real nəticə ortaya qoya bilmədilər. Ən diqqət çəkən məqamlardan biri də onların işğalçı tərəfi açıq şəkildə adı ilə çağırılması idi. Halbuki BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb edilirdi. Buna baxmayaraq, vasitəçilər illərlə tərəflər, münaqişə tərəfləri kimi ümumi ifadələrdən istifadə etməklə işğal faktını təhrif etməyə çalışırdılar. Bu yanaşma Azərbaycanda haqlı olaraq ikili standartlar olaraq qəbul edilirdi. Çünki dünyanın müxtəlif bölgələrində ərazilərin işğalına münasibətdə sərt mövqe nümayiş etdirən bəzi dövlətlər Qarabağ məsələsində beynəlxalq hüququn açıq şəkildə pozulmasına qarşı eyni prinsipiallığı göstərmirdilər. Dövlətimizin başçısı dəfələrlə ATƏT-in fəaliyyətdə olan sədri və həmsədrləri ilə görüşündə Minsk qrupunun tarixə qovuşduğunu söyləmişdi. Hətta 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycana səfərə gələn həmsədrlərə Azərbaycan lideri sillə kimi cavablar vermişdi. Bununla mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim. Çünki bura gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm. Həmin 30 illik dönəmdə BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü, ABŞ, Rusiya və Fransa tarixin fərqli dönəmlərində bir-biri ilə rəqabət aparsalar da, Qarabağ məsələsində həmrəylik nümayiş etdirirdilər. Onları birləşdirən ortaq maraq isə Qarabağ probleminin həlli deyil, onun idarə olunması idi. Bu nüvə dövlətləri üçün Cənubi Qafqazda dondurulmuş münaqişə həm regiona təsir rıçağı, həm də strateji tarazlıq aləti rolunu oynayırdı. ABŞ, Fransa və Rusiya həmsədr postuna çox vaxt öz ölkələrində belə heç bir işə yaramayan, bir çox hallarda məsələdən tam bixəbər diplomatları təyin edirdi ki, proses ermənilərin xeyrinə yubansın. Üç dövlətin üçü də faktiki olaraq Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri idi və nəticə etibarilə onlar münaqişələrin həllinə görə daha çox məsuliyyət daşıyırdılar. Çünki Azərbaycan ərazilərinin işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi. Bu qətnamələrlə bağlı məqamlar ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən Minsk qrupu yaradılan zaman onlara verilən mandatda da xüsusi olaraq yer almışdı. Amma bu zaman kəsiyində ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr nə BMT Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı, yəni Ermənistanın öz məsuliyyətini dərk etməməsi, öhdəliklərini yerinə yetirməməsi ilə bağlı heç bir addım atmadılar. Beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn
digər münaqişələr zamanı qarşılaşdığımız sanksiyaların tətbiqi istiqamətində deməli, nə bilim Təhlükəsizlik Şurası, nə də həmin qurumlar, dövlətlər faktiki olaraq heç bir tədbir həyata keçirtmədilər. Bu da əslində riyakarlığın və ikili standartların növbəti bariz nümunəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə də mövzu ilə bağlı maraqlı faktları açıqladı. İkinci Qarabağ müharibəsi zamanı nə qədər bizə təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birinci o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr, hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. Və 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilir. O ölkələr də sıradan olan ölkələr deyil. Onlar nüvə dövlətləridir. Onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün kimlərlə biz üz-üzə qalmışdıq. Və hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs alma imkanı verməmək üçün dəridən qabıqdan çıxırdı. Cənab Prezidentin Zəngilandan verdiyi mesajlar şübhəsiz ki, birinci növbədə həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyəti ünvanlamışdır. Çünki bu ikili yanaşmalar və yenidən təhrikçi siyasətin baş qaldırması nəticə etibarilə Ermənistan üçün daha ciddi nəticələrə yol aça bilər. Görünən mənzərə bundan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında aparılan birbaşa danışıqlar, həm də nəticə yönlü danışıqlar faktiki olaraq Minsk qrupunun bir sıra təsisatlarına, artıq ömrünü başa vurmuş Minsk qrupunun üzvü olan ölkələrə, xüsusilə də Fransa kimi ölkələrə sərf etmir. Onlar yenidən hər hansı bir tutarğac vasitəsilə regionda özlərinin geosiyasi təsir imkanlarını qoruyub saxlamağa çalışırlar. Həmsədrlər iddia edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur, kompromis olmalıdır, yəni təslimçi sülhə razılaşmalıdır. Hətta o qədər reallıq hissini itirmişdilər ki, Şimali Qarabağ terminini ortaya atmışdılar. Yəni Azərbaycan o ərazilərdən imtina etməlidir. Onların gözü qarşısında şəhərlərimiz, qəsəbə və kəndlərimiz, mədəni irsimiz dağıdılırdı, sərvətlərimiz talan edilirdi. Amma buna göz yumurdular. Qanunsuz məskunlaşma, tikinti, ora axıdılan böyük vəsaitlərin mənimsənilməsinə heç bir münasibət bildirilmirdi. Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoyub və bu qrupu tarixə gömüb. 44 günlük müharibə dövründə Azərbaycanın qarşılaşdığı təzyiqlər də göstərirdi ki, bu beynəlxalq mərkəzlər status quo-nun dəyişməsini qəbul etmək istəmirdilər. Lakin Azərbaycan bütün bu maneələrə baxmayaraq öz siyasi iradəsini nümayiş etdirməyə davam etdi. Bu, xalq dövlət birliyinin, ordunun peşəkarlığının və dövlət başçısı tərəfindən illərlə aparılan əzmkar siyasətin nəticəsi idi. Azərbaycan beynəlxalq hüququ özü təmin etdi və uzun illər kağız üzərində qalan qətnamələri döyüş meydanında icra etdi. Hər bir halda ATƏT-in Minsk qrupu diplomatik utanc, riyakarlıq, ikili standartlar və müstəmləkə təfəkkürünün nümunəsi kimi diplomatiya tarixində qalacaq. Turab Hacızadə xanım, Rüstəm Sadə, Murad Əliyev, NTV Xəbər.